sualınız? Sağ ayağımda mənim topuq hissəsindən ayağımı yerə qoya bilmirəm. Öndə kiçik kapilyalar qıpqırmızı götürüb ayağımı gedir, ağrı da dəhşət dərəcədədir. Ağrıyı sakitləşdirmək üçün bir resept deyim, onu eləyin. Doktor, bir yanınıza gəlsin bəlkə. Yox, müalicə üçün mütləq gələcək. Çünki orada mütləq damarlar çıxıbsa, tromb əmələ gəl. Damarlar, elə iri damarlardır, kiçik kapilyalardır, qırmızı ayağımda, baxırsan qıpqırmızı. Nə o qırmızı tromb əmələ gəlməsi üçün şərait yarada bilər. Tromb da bilirsiniz ki, infarkt üçün təhlükədir. Onu gələcəksiniz, müayinə edib, müalicə eləyəcəm, o təhlükədən azad olacaqsınız. Yəni, o məsələni həll eləyəcəyik. Ancaq indi bir resept deyirəm. Bir xörək qaşığı xardal, yəni qarçişnik tozu da, xardal tozu aptekdə desəniz verəcəklər. Bir xörək qaşığı xörək duzu, bir xörək qaşığı bal. Bəli, təmiz bal. Təbii ki, təmiz baldır. Cəllabadda təmiz olmayan bal olurmu ki? Olur, təmiz olmayan da olur. Təmiz balınızdan. Yox, görürsən o işin içindədir, səmimi adamdır. Kişi biriləri deyir, təmiz olmayanda da olur. Təmiz olmayanda deyir olur. Mən tanıyıram da təmiz bal kimdədir. Mən özüm bal saxlayan olmuşam. Vəssalam. Özdə arıçısansa da o yolunu, izini bilirsən bu məsələnin. Onları qatırsan yaxşı bir-birinə. Sonra, qatandan sonra məlhəm kimi çəkirsən ayağına, ağrı olan yerlərə. Üstünə də o paketləyirsən strişlə, üstünə də yun sarıyırsan, ağrılarını götürəcək xeyli dərəcədə. Ancaq təbii ki, mütləq köhlü müalicə olmaq üçün gələcəksən və kömək eləyəcəm, Allah qoysa, Vüqar bəyin dostunu biz müalicə eləmək bizim borcumuzdur.